Bu difar haqqında sonda məlumat verəcəm. 130 kvadrat, qanuni 3 otaq, yel çəkən bir mənzilimiz çıxıb satışa. Qiymət 240 min manat. Bu mənzilimizin hal-hazırda xol hissəsindəyik. Xol hissəsini görürsünüz. Maşallah olsun, mənzilimizin geniş xol hissəsi var. Difar içi qardırob otağı düzəldə bilərsiniz. Ayrıca bir otaq kimi, sırf geyim otağı kimi düzəldə bilərsiniz. Bura mənzilimizin birinci yataq otağıdır. Mənzillə ümumisi tanış edeyim. İlerləyirik. Bura mənzilimizin qonaq otağıdır. Qarşısında eyvanı var. Mənzilin mətbəx hissəsi. Mənzildə yaşayış olmayıb. Təmir olunub, mənzildə yaşayış olmayıb. Yəni yaşanmamış evdir. Bir 10 il, 15 il bundan qabaq olunan təmirdir. Və keçirik. Burada mənzilimizin ikinci yataq otağı. Döşəmə hissə parketdir. Yəni vaxtında o vaxtın ən yaxşı təmir olub. Yəni bilənlər bilir, bu hamısı taxta qapılar, döşəmə, bahalı parket. Mərtəbə 17 mərtəbəli binanın 5-ci mərtəbəsi, qiymət 240 min manata. Kupçalıdır. 130 kvadrat ümumi sahəsidir. Kupça kvadratı 110 kvadratdır. Kimə maraqlıdırsa, səhifədə nömrəyə əlaqə saxlasın və ən əsası bu difar haqqında məlumat verim. Qonşudan, yuxarıda qonşu evi, oradan su sızması olub və bu difarda belə bir problem yaranıb. Zaten elə bir qlobal problem olmayıb. Qlobal problem olsaydı, görürsünüz, palıd parketdir, taxtadır, nəmişkənlikdən, rütubətdən qorxan bir şeydir. Problem, yəni ciddi problem olsaydı, palıdda da görsünlər, göyərmə, şişmə, heç bir şey yoxdur. Zaten 240 min verib bu evi alan adam, yəni 3-4 min xərcləyib bunun aboylarını ümumilikdə bütöv dəyişdirərdim, mən yəni məsləhət görərdim. Belə, 17 mərtəbəli binanın 5-ci mərtəbəsi, 130 kvadrat, 240 min manata. Kimə maraqlıdırsa, səhifədəki nömrəyə əlaqə saxlasın. Kupçalıdır mənzilimiz.